Topluda olan belə bir integral sualını izah edəcəm. Bizə deyir ki, 2-dən 8-ə fx dx 36 olarsa, bu integralın, müəyyən integralın qiymətini tapın. Biz bilirik ki, balaca fx-in ibtidai funksiyası böyük fx-dir. Yəni, böyük fx 2-dən 8-ə. Bu da bərabər olacaq f8 çıx f2. Yəni, f8 çıx f2-nin qiyməti, f8 çıx f2-nin qiyməti 36-ya bərabərdir. İndi bu integralı hesablayaq. Bu da bərabər olacaq. Bilirik ki, x-in qarşısında nə varsa, onun tərsini önə atırıq. Bu olacaq 3-də 1 böyük f 3x minus 8 integral 3-dən 5-ə kimi. Bu da bərabərdir. Yəni, sərhədləri burada yazırıq, 3-dən 5. Bu da bərabərdir. İndi x-in yerinə 5 yazsam, bu 7-dir. X-in yerinə 5 yazsam, olacaq 3-də 1 f, deməli, 3-ü 5-ə vuranda 15, 7 çıxsaq f8 çıx f2. Yəni, x-in yerinə 3 yazanda, 3-ü 2-yə vursaq, 3 yazanda, 3-ü 3-ə vursaq 9, 7 çıxsaq 2. Bu da bərabərdir. f8 minus f2-ni də 36 tapmışdıq. 3-də 1-i də 36-ya vuranda, bu da bizə nə verəcək? 12 verəcək. Maraqlı sualdır, imtahana düşə biləcək bir sualdır.